Hər kəsə salam. Birinci hissə test toplusundan tənliklər sistemi qurmaqla məsələlər həlli bölməsinə baxırıq. Birinci sualda 2 müsbət ədədin fərqi 8, hasili 65-dir. Bu ədədlərdən kiçiyini tap. Ədədlərin birini A ilə, digərini isə B ilə işarə edəcəm. A çıxılsın B bərabərdir 8-ə, hasili isə bərabərdir 65-ə. Belə bir sistem tənlik aldım. Birinci tənlikdən A-nı tapsam, A bərabərdir, B üstəgəlsin 8. Və aldığım bu tənliyi gətirib ikinci tənlikdə, AB bərabərdir 65 tənlikdə A-nın əvəzinə yazacağım. Bu da olacaq, deməli, B plus 8 vurulsun B bərabərdir 65-ə. İndi bu tənliyi sadələşdirsək, sol tərəfi vurub açıram B kvadratı plus 8B. 65-i də bərabərliyi sol tərəfinə keçirtsək, -65 bərabərdir 0. Yer terimin gəlin tətbiq edək. B1 ilə B2-nin cəmi -8, hasili isə -65-ə bərabərdir. Bu, deməli, -13 ilə müsbət 5 ədədləridir. B1 olsun 5, B2 olsun -13. Şərtdə deyir 2 müsbət ədəd, yəni A və B ədədləri ikisi də müsbətdir. Ona görə də -13 kökünü götürmürəm, boş çoxluq. Götürürəm B-nin 5 qiymətini. Bəs B 5 olarsa A-nın qiyməti nəyə bərabərdir? A da bərabərdir 5 üstə gəlinsin 8, yəni 13-ə. Bizdən isə bu ədədlərdən kiçiyini istəyirdi. Kiçiyi də olacaq B ədədi, yəni 5. Doğru variant olacaq D variantı. İkinci tapşırığa baxaq. Cəmi 6, fərqi 4 olan 2 ədədin hasilini tap. A və B ədədlərinin cəmi 6-dır, fərqi isə 4-ə bərabərdir. Bu sistem tənliyi həll eləmək üçün tərəf-tərəfə toplayaram. Tərəf-tərəfə toplayan zaman B-lərin biri mənfi, biri müsbət islah olundu, getdi. 2A bərabər olacaq 6 ilə 4-ün cəminə, yəni 10-a. A-nın da qiyməti bərabər olacaq 5-ə. A 5 olarsa bəs B neçədir? B də bərabərdir 1-ə. 6 çıxılsın A, yəni 1. Bizdən bu ədədlərin hasilini istəyir. AB də bərabərdir 5 vurulsun 1, yəni 5. Doğru variant olacaq C variantı. Üçüncü tapşırıq 2 ilə eynidir. Sadəcə rəqəmləri fərqlidir. 4-ə baxaq. Nahid ilə Aysunun birlikdə 300 manat pulu var. Nahid pulunun yarısını Aysuya versə, Aysunun pulu Nahidin pulundan 2 dəfə çox olar. Nahidin neçə manat pulu var? Nahidin pulunu B ilə, Aysunun pulunu isə A ilə işarə edirəm. İkisinin birlikdə 300 manat pulu var idisə, deməli A və B-nin cəmi 300-ə bərabərdir. Əgər Nahid pulunun yarısına, Nahidin pulu B idi, yarısı olacaq B bölünsün 2. Gəlin 0,5B yazaq. 0,5B. 0,5B-ni Aysunun puluna versək, yəni üzərinə A gəlsək, Aysunun pulu olduğu nə qədər? 0,5B üstə gəlinsin A. Bərabər olar, deyir ki, bu zaman Aysunun pulu Nahidin pulundan 2 dəfə çox olar. Nahid pulunun yarısını Aysuya verdisə, artıq özündə B çıxılsın 0,5B, yəni 0,5B qədər pulu qalmış olacaq. Artıq Aysunun pulu 0,5B üstə gəlinsin A, 0,5B-dən, yəni Nahidin pulundan 2 dəfə çox olacaq. İndi bu tənliyi həll etsək, deməli 0,5B üstə gəlinsin A bərabərdir B-yə. A da bərabər olacaq 0,5B-yə. İndi aldığım bu ifadəni gətirib bu tənliyi də yerinə yazaram. 0,5B üstə gəlinsin B 300-ə bərabərdir. 1,5B 300-dür. B-nin də qiyməti bərabərdir. 300 bölünsün 1,5. 3000 bölünsün 15. Bu da eləyəcək 200. A-nın qiymətini tapmışdıq 0,5B. 0,5 vurulsun 200. Bu da eləyəcək 100 manat. Bizdən nə istəyir? Nahidin neçə manat pulu var? 200 manat pulu var. Doğru variant olacaq B variantı. 5-ci məsələyə baxaq. Katerin çayın axın istiqamətində sürəti 16 km bölünsün saat, axına qarşı isə 10 km bölünsün saatdır. Çayın axma sürətini tap.
Birini x-la, birini isə y-lə işarə eləyərəm. Kater çayın axını istiqamətində öz sürəti ilə çayın sürəti toplanır və bizə verib 16. Çayın axınına qarşı hərəkət edən zaman isə katerin sürətindən çıxırıq çayın sürətini. Bu da bərabərdir 10-a. Belə bir sistem tənliyi aldım. Tərəf-tərəfə cəmləyərəm. Y-lər islah olundu. Biri mənfi, biri müsbət. 2x bərabərdir 26-ya. X-in də qiyməti bərabərdir 13-ə. Y-in qiymətini tapmaq istəsək 16-dan x-i çıxarıq. 16 çıxılsın 13, bu da eləyəcək 3. Aha. Bəs çayın axma sürətini istəyir bizdən. Bu dəyişənlərdən gəlin baxaq, hansı çayın axma sürətidir, hansı katerin öz sürətidir. X olacaq, deməli, katerin sürəti. Y isə olacaq, deməli, çayın sürəti. Bizdən də çayın sürətini istəyir, yəni Y-in qiyməti 3. Doğru variant olacaq A variantı. 6 da 5 ilə eynidir. Keçək 7-ci məsələyə. 96 metr uzunluqda məfdili biri o birindən 2 dəfə qısa olan 2 hissəyə ayırdılar. Kiçik hissənin uzunluğunu tap. Aha. Deməli, bir məfdildir. Bu məfdili 2 hissəyə ayırıblar və ayrılmış hissələrin birinin uzunluğu digərinin uzunluğundan 2 dəfə qısadır. Əgər biri x-dırsa, digəri bundan 2 dəfə çox, 2x olmalıdır. Ümumi uzunluğu isə 96 metrdir. Deməli, x ilə 2x-in cəmi 96-dır. 3x bərabərdir 96-ya. Buradan x-in də qiyməti çıxır 32 metr. Bizdən kiçik hissənin uzunluğunu istəyirdi, olacaq 32. Əgər böyük hissəni istəsəydi 2x idi. Bu da eləyəcəkdi 2 vurulsun 32, yəni 64 metr. Doğru variant olacaq A variantı. 8. Mağazaya 3 yeşik armud və 4 yeşik alma gətirildi. Bütün yükün çəkisi 17 sentner və 1 yeşik armudun çəkisi 1 yeşik almanın çəkisindən 1 sentner çox olarsa, 1 yeşik almanın çəkisi nə qədər olar? Aha. Bax. Armudları götürəcəm x-la. 1 yeşik armudun çəkisi olsun x. 1 yeşik almanın çəkisi isə olsun y. 3 yeşik armud varsa, 1 yeşiyinin miqdarı dedim x-dırsa, 3 yeşik 3x olmalıdır. 4 yeşik alma gətirilib, 1 yeşik almanın miqdarı y idisə, 4 yeşik alma 4y olacaq. Və ümumi bütün yükün çəkisi isə 3x ilə 4y-in cəmi isə 17 sentnerdir. 1 yeşik armudun çəkisi, yəni x, 1 yeşik almanın çəkisindən 1 sentner çoxdur. X, y-dən bir vahid çoxdur. Aha. Belə bir, deməli, sistem tənliyi aldım. 1 yeşik almanın çəkisi nə qədərdir? Yəni, bizdən y-in qiymətini istəyir. Aha, gəlin baxaq. Necə yazarıq? X üçün ifadəni yuxarıdakı tənlikdə gətirib yerinə yazarım. 3 vurulsun y plus 1 plus 4y bərabərdir 17-yə. 3y plus 3 plus 4y bərabərdir 17. 7y üstə gəlsin 3, 17-dir. 7y yəni 14-ə bərabərdir. Y-in də qiyməti 2-dir. Aha, bizdən də y istəyir. Bu da olacaq. Cavabımız 2. X-i tapsaq isə y-in üzərinə 1 gələri. 2 üstə gəlsin 1. Bu da olacaq 3 sentner. Doğru variantımız C variantı. 9. Bir top parçanın qiyməti 35 manatdır. Topdakı parçanın 4 metr artırsaq və metrinin qiymətini 1 manat ucuzlaşdırsaq, ümumi qiymət dəyişməz. Topda neçə metr parça olduğunu tap. Aha. Bir top parçanın qiyməti 35 manatdır. Bir top parçadakı ümumi uzunluğu gəlin x ilə götürək. X metr parça var.
və hər birinin uzunluğu, daha doğrusu hər metrin qiyməti olsun y manat. Aha. Ümumi qiymət 35 manatdır. Yəni x, y hadisi 35-ə bərabərdir. X metr parça var və 1 metrinin qiyməti y manatdır. Bir topdakı parçanın qiymətini tapmaq üçün metri vuraram. 1 metrin qiymətini, x-i vuraram y-ə. Bu da bərabərdir 35-ə. Topdakı parçanı 4 metr artırsaq. X-i 4 metr artırıram. X üstə gəlinsin 4 olur. Vurulsun. Metrinin qiymətini 1 manat ucuzlaşdırıram. Əvvəl y manat idi 1 metri. Artıq isə 1 manat ucuz, yəni y minus 1-dir. Qiymət isə dəyişmir. Yenə də 35-dir. Aha. İndi gəlin vurub açaq bunu. X, y deməli. Hardan yazaq? Buradan yazıram. X, y 35-dir. Unutmayaq. Aha, indi açıram. X, y sonra çıxılsın x plus 4y minus 4 bərabərdir 35-ə. Aha. Neyniyərəm? X, y-in əvəzinə gətirib 35 yazaram. Bu zaman 4y minus x bərabər olacaq. 35-dən 4 çıxsa, 35-lər gedir sol və sağ tərəfdən. Bu da 4-ə bərabərdir. Aha. X-i gəlin tapaq buradan. Buradan x bərabər olacaq 4y minus 4-ə. X üçün aldığım bu ifadəni gətirib hasilində yerinə yazaram. 4y minus 4 vurulsun y bərabərdir 35-ə. Buradan da kvadratik tənliyi alacam. 4y kvadratı çıxılsın 4y minus 35 bərabərdir 0-a. Diskriminantı tapsaq, b kvadratı çıxılsın 4ac, 16 çıxılsın, 4 vurulsun, 4 vurulsun, mənfi 35. 16 üstə gəlsin, 16 vurulsun 35, yəni 16 vurulsun 36. Aha, elə bu formada da qalsın. Bu necə 16 vurulsun 36 aldım? 16-nı mötərəzə xaricinə çıxartsaq, burada qalacaq 1, burada da qalacaq 35. 16 vurulsun mötərəzədə 1 ilə 35-in cəmi, yəni 16 vurulsun 36. Yəni köklərini tapmaq istəsəm, y1 bərabərdir. Mənfi b, yəni 4. Üstə gəlsin kök altda 16 vurulsun 36. Bölünsün 2a. 2 vurulsun 4. Aha. 16 vurulsun 36, buradan kök 4 vurulsun 6, yəni 24 çıxır. 24 ilə 4-ün cəmi 28. Düzdürmü? Bölünsün neçə? 8. Tam ədəd almadıq. Bir dəqiqə, yaxşı olmadı. Y2-ni hələ gəlin tapaq. Minus Y2 bərabərdir mənfi b, yəni 4. Çıxılsın kök altda 16 vurulsun 36, bölünsün 2 vurulsun 4. 16-dan kökdən 4 çıxacaq, 36-dan da 6 çıxacaq. 4 6 24, bu da mənfi 20 vurulsun. Bölünsün neçə? 8. Mənfi qiyməti götürmürük, müsbəti götürürük. 28 bölünsün 8, bu da 14 bölünsün 2 deməkdir. Yox. Gəlin bir də 4-ü ixtisar aparaq. 3,5-dir bunun qiyməti. Y-in qiymətini 3,5 tapdıq. X-in qiymətini tapmaq istəsək, X metr idi axı, X-in qiymətini tapmalıyıq. Yəni, topdakı ümumi parçanın uzunluğudur X. 35-i bölərik 3,5-ə, bu da eləyəcək 10. X-in qiyməti 10-dur, doğru cavabda olacaq C variantı.
Deməli, bir top parçanın qiyməti 3,5 manat, yəni 3 manat 50 qəpik. Bir topdakı parçanın uzunluğu isə 10 metr. Doğru cavab olacaq C variantı 10. Aha. 10-cu tapşırığa baxaq. Düzbucaqlı şəklində olan əkin yerinin sahəsi 2400 kvadrat metr, hasarının uzunluğu 200 metrdir. Bu əkin yerinin enini və uzunluğunu hesablayın. Aha. Əkin yeri düzbucaqlı formasındadır. Əkin yerinin sahəsi 2400. Hasarının uzunluğu isə 200 metrdir. Bu əkin yerinin enini və uzunluğunu hesablayın. Onuncu tapşırıqda deməli, burada 200 hasarın uzunluğunu verib, yəni bu da əkin yerinin perimetri olacaq. Uzunluğunu B ilə götürürəm, enini isə A ilə götürürəm. Hasarın ümumi uzunluğu 2A üstə gəlinsin 2B bərabərdir 200-ə. AB hasili isə bərabərdir 2400-ə. Belə bir sistem tənliyi aldım. Aha, yuxarıdan A-nı taparam. A bərabərdir deməli. 200 çıxılsın 2B bölünsün. Neçə 2? Hər tərəfi 2-yə bölsəm 100 çıxılsın B. A üçün aldığım ifadəni gətirib bu tənlikdə yerinə yazaram. 100 çıxılsın B vurulsun B bərabərdir 2400-ə. Mənfi B-nin kvadratı üstə gəlinsin 100B bərabərdir 2400-ə. Buradan da B-nin kvadratı çıxılsın 100B üstə gəlinsin 2400 bərabərdir 0-a. Viet teoremini tətbiq etsək, köklərin cəmi 100-dür. Hasili isə B1 vurulsun B2 isə 2400-dür. Bu da hansı ədədlər ola bilər? Deməli, 120 ilə 20 ola bilər. 20, 120. Bəs hansı mənfidir? 20 mənfidir. Yox, 20 mənfi deyil. 120 ilə 20 deyil. Hansı ədədlər ola bilər bir dəqiqə? Cəmi 100, hasili 2400. Qırxla 60. İndi B1 40 olarsa, bu zaman A-nın qiyməti 100 çıxılsın B, yəni 60 olacaq. A1 deyək də buna. A2 isə B2 əgər 60 olarsa 100 çıxılsın 60, 40 olacaq. Aha. Uzunluqları belə deyək də 40 ilə 60-dır. A-nı biz bu düzbucaqlının eni götürmüşdük. Ona görə də 40 deyərik. B-ni isə uzunluğunu götürmüşdük 60 deyərik. 40 ilə 60 deməli doğru variant olar A variantı. 11-ci tapşırıq da onunla eynidir. 12-yə baxaq. Həyətdə toyuqlar və dovşanlar var. Onların başlarının sayı 35, ayaqlarının sayı isə 94-dür. Həyətdə neçə dovşan var? Aha. Başlarının sayı deyəndə toyuq və dovşanın ümumi sayı nəzərdə tutulur. Çünki hər bir heyvanın bir ədəd başı var da, düzdürmü?
Məsələn, x ədəd toyuq olsa, y ədəd dovşan olsa, x ilə y-in cəmi başlarının sayı olacaq 35. Ayaqlarının sayı isə toyuğun da, dovşanın da bilirik ki, 2 ədəd ayağı var hər ikisinin də. 2x ilə 2y-in cəmi isə, yox, bir dəqiqə. Dovşanın 4 ədəd ayağı var, toyuğun isə 2 ədəd ayağı var. 2x ilə 4y bərabərdir neçəyə? 94-ə. Belə bir sistem tənliyi aldıq. Yuxarını da 2-yə vuraram. Yuxarını 4-ə vurarım, sonra bir-birindən çıxaram. Yuxarını 4-ə vursaq, 4x ilə 4y-in cəmi bərabərdir. 4 vurulsun 35-ə, yəni 140-a. Aşağı isə 2x plus 4y bərabərdir 94-ə. Yuxarıdakı tənlikdən aşağıdakı tənliyi çıxaram. 4y-lar getdi bir-birindən çıxanda. 4x-dan 2x çıxsaq 2x bərabərdir. 140 çıxılsın 94-ə, yəni 46-ya. X-in qiyməti olacaq 23. Y-in qiymətini tapmaq istəsək, 35-dən çıxarıq X-i. 35 çıxılsın 23, bu da eləyəcək 12. Bizdən nə istəyir? Həyətdə neçə dovşan var? Dovşanların sayını y-la götürmüşdük. 12 ədəd dovşan var. 23 ədəd isə toyuq var. 13-cü məsələdə 12 ilə eynidir. 14. Motorlu qayıq iki məntəqə arasındakı məsafəni çayın axını ilə 8 saata, axına qarşı 12 saata gedir. Qayıq bu məsafəni durğun suda neçə saata gedər? Aha. Çayın axını ilə, axın istiqaməti ilə sürətlər cəmlənir. X ilə y-in cəmi bərabərdir. Yox, bir dəqiqə. Belə yazmayaq. Hər iki halda da məsafə eynidir. Məsafəni götürürəm S-lə. Birinci halda bu məsafəni 8 saata çayın axını ilə gedir. Bu zaman sürətlər cəmlənir. V1 və V2 götürək. Yolu tapmaq istəsəm, sürəti vuraram zamana, yəni 8-ə. Bərabərdir nəyə? S-ə. İkinci halda isə çayın axınına qarşı V1 çıxılsın V2. Zaman nəyə bərabərdir? 12-yə bərabərdir. Yol isə dəyişməyib. Yenə də həmin məsafəni, yəni S-i gedir. Buradan belə bir sistem tənliyi əldə etdik. Bəs bizdən nə istəyir? Qayıq bu məsafəni durğun suda neçə saata gedər? Qayığın öz sürəti V1-dir. V1 vurulsun T bərabərdir S-ə. Bizdən buradakı T-ni istəyir. S bölünsün V1. Gəlin yazaq. Mən bunlar bərabər eləyərəm bir-birinə. 8V1 üstə gəlinsin 8V2 bərabərdir. İkisi də S üçün düsturdu. S-ləri bir-birinə bərabər edəcək. 12V1 çıxılsın 12V2. V1-i bir tərəfdə, V2-ni də bir tərəfdə yazsaq, V2-ni sol tərəfdə yazacağım. 8 ilə 12-nin cəmi 20V2 bərabərdir. 8V1-i sağa atsaq, 12V1 çıxılsın 8V1, yəni 4V1. Hər tərəfi 4-ə bölərəm. 5V2 bərabərdir V1-ə. Buradan da deməli V2 K-dır, V1 isə 5K-dır. Düzdürmü? Belə ala bilərik. K 5K. S-i indi gəlin K-nın əvəz edək. S bərabərdir. V1 üstə gəlinsin V2. K ilə 5K-nın cəmi 6K. Vurulsun nə? 8. Yəni 42K. Hər iki tənlikdə də eyni olacaq cavab. V1-dən V2-ni çıxsaq 4K. 4K-nı 12-yə vursaq. Düzdürmü? 48. 6, 8-in 48 edir onsuz. 48K. S üçün hər iki tənlikdən də 48K aldıq. İndi gətirib T üçün düsturunda yazaram. S-in yerinə 48K yazıram. V1-in də əvəzinə gətirib 5K yazıram.
K'lar gedir, 48 bölünsün 5. Bu da eləyəcək 9 tam onda 6. 9 tam onda 6. Doğru variant olacaq A variantı. 15. Qutu və içindəki bir cüt ayaqqabının birlikdə kütləsi 1920 qram. Qutudan ayaqqabının bir tayını çıxardıqdan sonra qutunun kütləsi 1120 qram olarsa, boş qutunun kütləsi neçə qramdır? Bir ayaqqabı cütünün mən kütləsini götürürəm 2x-la. Çünki cüt ayaqqabıda 2 dənə ayaqqabı var. Hər birinin kütləsini x-la götürəcəm. Bir ayaqqabı cütünün də kütləsi olacaq 2x. Qutunun kütləsini isə y-la götürürəm. 2x-la y-in cəmi bərabər olacaq 1920-yə. Artıq qutudan ayaqqabının bir tayını çıxarıblar. Ayaqqabının kütləsi x-dır. Qutunun kütləsi isə y. Bərabərdir 1120-yə. Aha. Bunlar tərəf-tərəfə bir-birindən çıxsaq, sistem tənliyi əldə etdik. Tərəf-tərəfə bir-birindən çıxaram. X da bərabərdir 800 qram. X 800-dür, bəs y-in miqdarı nə qədərdir? 1120 çıxılsın x. Bu da eləyəcək 1120-dən 800 çıxaram. 320 qram. Bizdən boş qutunun kütləsini istəyir. Doğru variant olacaq D variantı. 320 qram. 16-cı tapşırıq. Otaqda 10 litrlik və 6 litrlik 2 növ olmaqla cəmi 17 ədəd duz məhlulu ilə dolu qablar var. Bu məhlullar ümumilikdə 122 litr olarsa, otaqda neçə 6 litrlik məhlul qabı var? Aha. 10 litrlik qabların sayını x-la, 6 litrlik qabların sayını isə y-la götürürəm. Ümumi sayları 17-dir, yəni x-la y-in cəmi 17-yə bərabərdir. Bu məhlullar ümumilikdə 122 litrdir. Aha. X dənə 10 litrlik qab var. Bunların ümumi miqdarı 10x litrdir. Y dənə 6 litrlik qab var. Bunların da ümumi miqdarı 6y-dir. Və ikisinin birlikdə cəmi ümumilikdə 122 litr. Deməli, nə var? Məhlul var. Otaqda neçə? Deməli, 6 litrlik məhlul var. Belə bir sistem tənliyi aldım. Yuxarını 10-a vuraram, daha sonra bir-birindən çıxaram. 10x-dan 10x çıxıram, gedir. 10y-dan 6y çıxıram, 4y. Bərabərdir. 10-u 17-yə vuranda 170. 170-dən də 122 çıxanda 48. Aha. 4y 48-dir. Y-in qiyməti bərabərdir 12-yə. X-in qiyməti isə bərabər olacaq 5-ə. Çünki x-la y-in cəmi 17 olmalıydı. Otaqda neçə ədəd 6 litrlik qab var? Y-lə işarə eləmişdi. Y-in qiyməti 12-dir. Doğru cavab olacaq B variantı. 17. Avtomobil parkında avtobus və taksilərdən ibarət 12 maşının şinlərini yenilədilər. Hər taksiyə hər birinin qiyməti 80 manat olan 4, hər avtobusa isə hər birinin qiyməti 180 manat olan 6 yeni təkər istifadə etməklə cəmi 62 şin sərf etdilər. Avtomobil parkında şinlərə cəmi neçə manat pul xərclədilər? Aha. Deməli, X ədəd avtobus, Y ədəddə taksi var. Ümumilikdə də 12 maşının, deməli, şinin yeniliblər. Deməli, X-la Y-in cəmi 12-dir. Aha. Hər taksiyə hər birinin qiyməti 80 manat olan 4, hər avtobusa isə hər birinin qiyməti 180 manat olan 6 yeni təkər istifadə etməklə cəmi 62 şin sərf elədilər. Aha. Avtobusların sayını x-la, taksilərin sayını isə y-la götürmüşdük. Hər bir taksiyə 4 ədəd və hər birinin qiyməti 80 olan, deməli, şin sərf eləyiblər. Şinlərin sayını tapsaq 4 vurulsun x. X dənə taksi var. Hər taksiyə də 4 dənə şin gedib. Avtobusların sayı y-dir. Yox, bir dəqiqə tərsə yazdım.
4Y taksini Y-la götürmüşdük. Avtobusa isə 6 dənə şin istifadə ediblər. Avtobusun sayı X-dır. Deməli 6X dənə şin istifadə ediblər. Ümumi şinin miqdarı isə 62. Aha. Belə bir sistem tənliyi əldə elədik. Bu sistem tənliyidə X-la Y-in qiymətini taparam. Yuxarını 6-ya vurub sonra bir-birindən çıxacaq. 6X-dan 6X-i çıxıram, gedir. 6Y-dan 4Y çıxanda 2Y. 6 vursun 12, 72-dən də 62-ni çıxanda 10. Y-in qiyməti olur 5. X-in qiyməti isə olacaq 12 çıxılsın 5, yəni 7. Bəs deyir, ümumi neçə manat pul xərclədilər? Baxaq. 5 dənə avtobus var. Yox, 7 dənə avtobus var. Hər avtobusa 6 dənə və hər birinin 180 qiyməti 180 olan şin istifadə ediblər. Üzərinə gəlinsin. Sonra 5 ədəd taksi var. Hər bir taksiyə 4 ədəd, hər birinin qiyməti 80 manat olan şinə istifadə ediblər. Aha. İndi gəlin bunu hesablayaq. 42 vurulsun 180, üstə gəlinsin 20 vurulsun 80. Aha. 42-ni 180-ə vurduqda, deməli, cavab eləyəcək neçə? 7560 bərabərdir. 7560 üstə gəlinsin. 20-ni də 80-ə vurduqda 1600. Bunları da cəmləyəndə 9160 eləməlidir. 9160 doğru variant olacaq D variantı. 18. A və B komandaları getməyi planlaşdırdıqları müxtəlif uzunluqlu yolun birinci gün uyğun olaraq 30%-ni və 40%-ni, ikinci gün isə uyğun olaraq qalan yolların 10%-ni və 30%-ni getdilər. A komandasının birinci gün getdiyi yol B komandasının birinci gün getdiyi yoldan 3 dəfə çox olarsa, A komandasının gedilməyən yolu B komandasının gedilməyən yolunun neçə faizidir? Aha. A və B komandası deməli, birinci gün, ikinci gün. Uyğun olaraq A və B komandaları birinci gün A komandası 30%-ni gedib, A komandasının ümumi yolu olsun X, B komandasının ümumi yolu olsun Y. Birinci gün X-in 30%-ni gediblər, yəni 0,3 X qədər yol gediblər. B komandası isə 40%-ni, yəni 0,4 Y qədər yol gediblər. İkinci gün isə uyğun olaraq qalan yolların X-in qalan yolu 0,7 X-dır. X çıxılsın 0,3 X, yəni 0,7 X. Bu yolun 10%-ni gedib. 0,7 X-in 10%-ni tapsaq, ona vurub 100-ə bölərik. Bu da eləyəcək 0,7 X. B isə qalan yolun 30%-ni gedib. Qalan yol Y çıxılsın 0,4 Y, yəni 0,6 Y-dir. 30%-ni tapsam 30-a vurub 100-ə bölərəm. Bu da eləyəcək 0,18 Y. Bizdən bəs nə istəyir? A komandasının birinci gün getdiyi yol, yəni 0,3 X, B komandasının birinci gün getdiyi yoldan, yəni 0,4 Y-dan 3 dəfə çoxdur. 3 vurulsun 0,4 Y. Hər tərəfi ona vuraram. 3X bərabərdir 12 Y, yəni X bərabərdir 4 Y. A komandasının gedilməyən yolu, yəni A komandasının gedilməyən yolunu tapaq. Ümumi yolu X-dır. X-in isə 0,3 X-la 0,7 X-ini gedib. Yəni, ümumilikdə 0,37 X gedib. Ümumi yoldan getdiyi yolu çıxaram. Bu da eləyir 0,63 X. A komandasının gedilməyən yolu. B komandasının gedilməyən yolunun neçə faizidir?
B komandasının gedilməyən yolu ümumi yolundan çıxaram, gedilən yolu 0,4y, 0,18y. Cəmləsək 0,50y, 58y. Çıxsaq bir-birindən 0,42y. Aha. İndi deyir ki 0,63x, 0,42y neçə faizidir? Gəlin tapaq. 0,63x bölünsün 0,42y vurulsun 100%. X-in əvəzinə gətirib 4y yazacağım. Hər tərəfi 100-ə vuraq. 63 vurulsun. X-in əvəzinə yazıram 4y. Aşağıda da 42y var. Vurulsun 100%. Y-lar gedir hər tərəfdən. 42 ilə 63 hər ikisini 21-ə bölərəm. 63-ün yerində 3, 42-nin yerində 2 qalır. 2 ilə 4 ixtisar getdi. Cavab deyəcək 600%. Doğru variant olacaq C variantı. 19-cu tapşırıq. Deməli, nə deyir 19-da? 10 qəpiklik dəmir pulun kütləsi 2,5 qram, 50 qəpiklik dəmir pulun kütləsi isə 5,5 qramdır. 20 manat kağız pulu 10 və 50 qəpiklərə çevrilib tərəzidə çəkdikdə 290 qram alınarsa, neçə ədəd 10 qəpiklik götürülmüşdür? Gəlin baxaq. X ədəd 10 qəpiklik, Y ədəd isə 50 qəpiklik götürülüb. X-in kütləsi 2,5-dir. 1 dənəsinin kütləsi, X dənəsinin kütləsi olacaq 2,5x. Y-in isə 1 dənəsinin kütləsi 5,5-dirsə, Y dənəsi 5,5y. Ümumi kütləni də verib 290-la. 2,5x üstə gəlinsin 5,5y bərabərdir neçəyə? 290-a. X dənə 10 qəpiklik. X vurulsun 10 miqdarı olar. İşte gəlinsin. Y dənə 50 qəpiklik, yəni 50y qəpik. Bu ikisinin cəmi 200 manata bərabərdir. Manatı da qəpiyə çevirsək, 20-ni vurarıq 100-ə, yəni 2000 qəpik. Bu bərabərdir 2000 qəpiyə. Qəpiklərin ümumi miqdarını tapırıq. Miqdar say olaraq yox, dəyər olaraq deyirik. 10x ilə 50y-in də cəmi bərabər olur. Deməli, neçəyə? 2000-ə. Buradan belə bir sistem tənliyi əldə etdik. Yuxarını 10-a vursaq, 25x 55y bərabərdir 2900-ə. Deməli, gəlin belə eləyək. Neyini? Yuxarını gəlin 5-ə bölək. 5x 11y bərabərdir. 290-ı da 5-ə böldükdə 580. Aşağını da 10-a bölsək, x ilə 5y-in cəmi bərabərdir 200-ə. Aşağını 5-ə vuraram. Yox, aşağını 5-ə. Aşağını gəlin 5-ə vuraq, sonra aşağıdakı tənlikdən yuxarıdakı tənliyi çıxaq. 5x-lar gedir. 5-i 5y-ə vursaq 25y, 11y çıxsaq 14y bərabərdir. 5-i 200-ə vursaq 1000, 1000-dən də 580 çıxsaq 420. 14y 420-yə bərabərdir. Y-in də qiyməti bərabərdir. Hər tərəfi 7-yə bölərəm. 60 bölünsün 2, bu da olacaq 30. Y-in qiyməti 30-dur. Bəs X-in qiyməti nəyə bərabərdir? 200 çıxılsın 5y. 200 çıxılsın 150, yəni 50. Bizdən nə istəyir? Neçə ədəd 10 qəpiklik götürülüb? X ədəd. X-in qiyməti isə olacaq 50. Doğru cavab olacaq A variantı. 20-yə baxaq. 20-də nədir? Deməli, 20-ci tapşırıqda.
Hər üç şəkildə eyni düzgün üçbucaq, kvadrat və çevrə bir-birinin üzərinə qoyulmaqla üç müxtəlif fiqur alınmışdır. Fiqurların hündürlükləri uyğun olaraq 18, 17, 19 sm olarsa, çevrənin radiusunun uzunluğunu tapın. Aha. Üçbucaq kvadrat. Aha. Baxın. Kvadratın hündürlüyünü x-la götürürəm. Çevrənin hündürlüyünü, dairənin hündürlüyünü götürürəm y-lə. Üçbucağını götürürəm isə z-lə. Z. Aha. İndi gəlin baxaq. Birinci şəkildəki hündürlüyü 18 sm-dir. Yəni x-la y-in cəmi 18-dir. İkinci şəkildəki hündürlüyü x-la z-in cəmi neçədir? 17-dir. Üçüncü şəkildə isə z ilə y-in cəmi bərabərdir 19. Bunu necə yaza bilərik? Gəlin bu iki tənlikdən tərəf-tərəfə çıxaq. X-lar gedəcək, y çıxılsın z bərabərdir 18 çıxılsın 17, yəni 1-ə. Aşağıda yazdım və belə bir sistem tənliyi aldım. Tərəf-tərəfə cəmləyərəm. Z-lər islah olunar. 2y bərabərdir 19 ilə 1-in cəminə, yəni 20-yə. Y-in də qiyməti bərabərdir 10-a. Y-i mən dairənin uzun hündürlüyü kimi götürmüşdüm. Aha. Bir dəqiqə. Dairənin də hündürlüyü bilirik ki, diametrdir. Diametr də bərabərdir 2 radiusa. Və tapmışıq 10-la. Radiusun qiymətini tapanda da diametri, yəni 10-u bölərəm 2-yə. Bu da eləyəcək 5. Doğru cavab olacaq 5. Yəni Y variantı. 21. 140 yerlik tamaşa salonu təmir edildikdən sonra sıraların sayı 4 vahid artdı. Hər sıradakı yerlərin sayı isə 4 vahid azaldı. Yerlərin ümumi sayının dəyişmədiyini bilərək təmirdən sonra salonda neçə sıra olduğunu tap. Aha. Deməli, düzbucaqlı formasında gəlin çəkək. Əvvəl x ədəd, y ədəd sıra və hər sırada x ədəd oturacaq var idisə, yer var idisə, ümumi yerlərin sayı x vurulsun y olacaqdır da, düzdürmü? 140. Sıranın sayını hər sıradakı yerə vuraram, yerin sayına vuraram. X, y bərabərdir 140-a. Daha sonra deməli. Təmirdən sonra sıranın sayını 4 vahid artırıblar. Artıq sıranın sayı y üstə gəlsin 4-dür. Yerlərin sayını isə 4 vahid azaldıblar. X çıxılsın 4-dür. Bu da bərabərdir nəyə? 140-a. Vurub açaq. X, y üstə gəlsin 4x. Çıxılsın 4y. Minus 16 bərabərdir 140-a. X, y-in qiyməti 140-dır. 140-lar sol və sağ tərəfdən getdi. 4x minus 4y bərabərdir 16-ya. Hər tərəfi də 4-ə bölsək, x çıxılsın y bərabərdir 4-ə. Hasili isə bərabərdir 140-a. Bu sistem tənlikdən də x-i taparam. X bərabərdir 4 üstə gəlsin y. Gətirib aşağıdakı tənliyi də yerinə yazaram. 4 üstə gəlsin y, vurulsun y bərabərdir 140-a. Y kvadratı plus 4y. 140-ı da sola keçirtdim. Bərabərdir 0-a. Deməli, cəmi -4, hasili isə -140. Hansı ədədlərdir? 14 ilə 4 olar. Yox, 14 ilə 4 deyil. Bir dəqiqə. Cəmi -4, hasili isə 140. 14 ilə 10. 14. Aşağıdan yazın. 14. 10. Hansı mənfidir bəs? 14 mənfi olmalıdır. Hasili -140, cəmi isə mənfidir.
Sıra sayı mənfi ola bilməz, ona görə çıxdı. Onu götürəcəm. Əgər y 10-dursa, bəs x-in qiyməti neçədir? 4 üstə gəlsin. Y yəni 14. Bizdən isə təmirdən sonra salonda neçə sıra olduğunu tap. Sıra sayını y ilə götürmüşdüm. Y-in qiyməti 10-dur. Təmirdən sonra deməli sıranı 4 vahid artırmışdılar. Yəni 14 olmalıdır. Doğru cavab olacaq 14. 22. Diaqramda A və B məhsullarının satış qiymətləri göstərilmişdir. Ay ərzində ümumilikdə 2600 AZN dəyərində 200 ədəd məhsul satılmışdır. A məhsulundan nə qədər satıldığını göstərin. Tap. Deməli, A və B-nin cəmi 200-dür say olaraq. Miqdarı isə, deməli, A ədəd hər biri 10 manatdan ümumi neçə manat elədiyini tapsaq, A-nı vurarıq 10-a. B ədəd hər biri 15 manat dəyərində 15B. Ümumi də miqdar deyir neçə manat? 2600 manat. Aha. Belə bir sistem tənliyi aldıq. Yuxarını 15-ə vurub bir-birindən çıxaram. 15A-dan 10A-nı çıxsam 5A. 15B-dən 15B-ni çıxsam gedir. 15 vurulsun 200. 3000. 3000-dən də 2600 çıxdıqda 400. A-nın da qiyməti olacaq 400 bölünsün 5, yəni 80. Bizdən elə A məhsulundan nə qədər satıldığını istəyirdik? 80 ədəd. Doğru cavab olacaq 80. 23. Müştəri tutumu 148 nəfər olan oteldə cəmi 60 ədəd 2 və 3 nəfərlik otaqlar mövcuddur. 2 nəfərlik otaqların 75%, 3 nəfərlik otaqların isə 25% dolu olduğuna görə boş otaqlara ən çox neçə müştəri yerləşdirmək olar? Aha. Deməli, 2 nəfərlik otaq sayını x-la, 3 nəfərlik otaq sayını isə y-la götürürəm. Ümumi otaq sayı x-la y-in cəmi 60-a bərabərdir. Ümumi insan tutumu isə, müştəri tutumu isə 148-dir. Aha. X dənə 2 nəfərlik otaq var. Bu 2x adam deməkdir. Y dənə isə 3 nəfərlik otaq var. Bu da 3y deməkdir. Bərabərdir nəyə? 148-ə. Sistem tənliyi alırıq. Deməli. Daha sonra nə deyir? 2 nəfərlik otaqların 75%, 3 nəfərlik otaqların isə 25% dolu olduğuna görə boş otaqlara ən çox neçə müştəri yerləşdirmək olar? Gəlin ilk öncə x-la y-in qiymətini tapaq. Yuxarıdakı tənliyi 3-ə vuraram, daha sonra bu iki tənliyi bir-birindən çıxaram. 3x-dan 2x çıxsaq x, 3y-dən 3y çıxsaq y-lar gedir. 3 vuru 60, 180, 180-dən də 148 çıxsaq 32. X-in qiyməti olur 32. Y-in qiyməti isə olacaq 60 çıxılsın x, yəni 60 çıxılsın 32, 28. Aha. 2 nəfərlik otaqların 75% doludur. 2 nəfərlik otaqların deməli sayı x-la götürmüşdük. 32 nəfər, 32 ədəd 2 nəfərlik otaq var. 75% doludursa 25% boşdur. Gəlin 32-nin 25%-ni tapaq. Bu da eləyəcək 8. 8 ədəd 2 nəfərlik otaqlar boşdur. Bu da eləyəcək 8 vurulsun 2, yəni 16 nəfər qala bilər. 3 nəfərlik otaqların isə 25% doludur, deməli 75% boşdur. Y-in qiyməti isə 28 idi. 28-in 75%-ni taparam. Bu da olacaq deməli, yəni 4-də 3-ə vurmaq deməkdir. 4 ilə 28 gedir, bu da eləyəcək 21. 21 ədəd, deməli 3 nəfərlik otaq boşdur. Hər birində də 3 nəfər qalır, 21 vurulsun 3, bu da 63 nəfər edir. 63 nəfər 3 nəfərlik otaqlarda, 16 nəfər isə 2 nəfərlik otaqlarda qala bilər. Ümumilikdə isə 16 üstə gəlsin 63, yəni 79 nəfər oteldə qala bilər. Cavab olacaq 79. 24 də 23 ilə eynidir.
25. Şirkətin binasının 4-cü mərtəbəsində ancaq mühasib və menecerlərdən ibarət 22 nəfər işləyir. Hər bir mühasibin əmək haqqı 1200 AZN, menecerin əmək haqqı isə 800 AZN-dir. Ümumilikdə 4-cü mərtəbənin işçilərini, deməli 21600 AZN əmək haqqı ödəndiyini bilərək menecerlərin sayını tap. Aha. X ədəd mühasib, Y ədəd isə, Y nəfər isə menecer işləyir. X ilə Y-in cəmi bərabərdir 22-yə, çünki 22 nəfər işləyir ümumilikdə. Hər bir mühasib 1200 AZN qazanır. Ümumi isə X nəfər mühasib var. Bu derəcə X vurulsun 1200 AZN. Üzərinə gəlinsin. Menecerlərin sayı Y-dir. Hər biri 800 AZN qazanırsa, 800 Y-də ümumi menecerlərə verilən əmək haqqıdır. Və bunların ümumi miqdarı isə 21600-dür. Belə bir sistem tənliyi aldıq. Bu sistem tənlikdən də X-la Y-i tapa bilərik. Yuxarıdakı tənlikdən hər tərəfi 100-ə bölürəm. Bu sıfırlar getsin. Daha sonra, deməli, aşağını vuraram 8-ə. Daha sonra bir-birindən çıxaram. Yuxarıdakı tənlikdən aşağıdakı tənliyi çıxaram. 12x-dan 8x çıxsa 4x. 12y, 8y-dən 8y çıxsa, bunlar islah olunur. 216-dan da 8 vurulsun 22 çıxsa, 216 çıxılsın, 8-i də 22-yə vurduqda, deməli, 176, 216-dan da 176 çıxdıqda 40 eləyir. 4x 40-a bərabərdir, x-in də qiyməti ona bərabərdir. Y-in qiymətini tapmaq istəsək, 22-dən çıxarıq x-i, bu deyəcək 12. Bizdən menecerlərin sayını istəyir. Menecerlərin sayını y-lə işarə etmişdik. Y-in də qiyməti oldu 12. Deməli, doğru cavab 12-dir. 26 ilə 25 oxşardır. 27. Çörəklərin mağazalara çatdırılması üçün 2 avtomobildən istifadə edilir. Birinci avtomobilin tutumu 600, ikinci avtomobilin tutumu isə 800 çörəkdir. Gün ərzində 2 avtomobil mağazalara cəmi 9 dəfə zavoddan tam dolu çıxaraq 6200 çörək çatdırdı. Birinci avtomobil gün ərzində mağazalara neçə çörəyi çatdırmışdı? Birinci avtomobil x dəfə, ikinci avtomobil isə y dəfə çörək aparıb, məsələn. İkisi birlikdə 9 dəfə aparıb. Deməli, x ilə y-in cəmi 9-dur. Biraz yuxarıdan edəcəm. Birinci avtomobil hər dəfə 600 ədəd çörək aparıb. X dəfə aparıbsa, deməli 600x ümumilikdə çörək aparıb. İkinci avtomobil isə 800 çörək aparıbsa, y dəfə 800 y-dənə çörək aparmış olacaq. Ümumilikdə də 6200 çörək aparıblar. Buradan da belə bir sistem tənliyi aldıq. Deməli, aşağıdakı tənliyin hər tərəfini 100-ə bölərəm. Belə yazaq da 6x üstə gəlsin 8y bərabərdir 62-yə. Yuxarını 8-ə vuraram, daha sonra bir-birindən çıxaram. 8x-dan 6x çıxsaq 2x, 8y-dən 8y çıxsaq 0, 8-i 9-a vurduqda 72, 62 çıxdıqda 10. 2x 10-a bərabərdir, x-in qiyməti 5-ə bərabərdir, y bərabərdir 9 çıxılsın, x, yəni 4. Aha. Birinci avtomobil gün ərzində mağazalara neçə çörəyi çatdırmışdı? Birinci avtomobil x dəfə gedib, bu da deməli 5 dəfə gedib, hər dəfə də 600 ədəd çörək aparıb. 5 vurulsun 600, yəni 3000 ədəd çörək aparıb bir gün ərzində. 28 ilə 27 oxşardı. 29. Usta 24 metr uzunluğu olan məfdili bərabər hissələrə böldü.
Əgər usta həmin məhdədə uzunluğu 60 sm az olan bərabər hissələrə bölsəydi, alınan hissələrin sayı 2 vahid artardı. Ustanın əvvəlcə böldüyü hər bir hissənin uzunluğu nə qədərdir? Aha. Deməli, ümumi 24 metrdir. Bunu götürək. Gəlin 24 metri santimetrə çevirək. Çevirsək 24-ü vurarıq 100-ə. Bu da 2400 santimetrdir. 2400 santimetr bərabərdir. Əvvəlcə bərabər hissələrə bölüb, yəni x vurulsun y yazıram. X nədir, y nədir? X olsun hissələrin sayı, y isə olsun hər hissənin uzunluğu. Aha. İkinci halda isə uzunluğu 60 sm az olan. Uzunluq y idi. Artıq uzunluq y çıxılsın 60-dır. Sayı isə deyir ki, alınan hissələrin sayı 2 vahid artar. Əvvəlcə hissələrin sayı x idi. Artıq x üstə gəlsin 2-dir. Ümumi uzunluq isə dəyişməyib. Yenə də 2400-dür. Vurub atsaq, x, y çıxılsın 60x plus 2y çıxılsın 120 bərabərdir 2400. X ilə y-in asili 2400-dür. 2400 sol və sağ tərəfdən ixtisar olunur. 2y minus 60, x bərabər olur 120-yə. Aha. Hər tərəfi 2-yə bölsəm, y bərabərdir 60 üstə gəlsin 30x-a. Hər tərəfi 2-yə böldüm. Y minus 30x 60-dır. Y-i tapsaq 60 üstə gəlsin 30x. Y üçün aldığım bu ifadəni gətirib burada yerinə yazaram. Deməli, yazanda necə olacaq? X vurulsun, y-in əvəzinə yazıram. 60 üstə gəlsin 30x bərabərdir hasili 2400. Vurub açıram 30x-in kvadratı plus 60x çıxılsın 2400 bərabərdir 0. Hər tərəfi bölərəm 30-a. X kvadratı. Aha. Hər tərəfi 30-a bölsə x kvadratı üstə gəlinsin 2x. Minus 2400-ü də 30-a böldükdə 80 bərabərdir 0. Cəmi mənfi 2, hasili isə mənfi 80. Deməli, hansı ədədlər ola bilər? 8 ilə 10 ola bilər. 8, 10. Onun qiyməti olacaq mənfi 10 ilə 8 kökləri. Aha. Əlbəttə, mənə mənfi 10 lazım deyil. Uzunluq və hissə sayı mənfi ola bilməz. X-in qiyməti 8-dir. X 8 olduğunda bəs y? Y bərabərdir 60 üstə gəlsin 30x-a, 60 üstə gəlsin 240. Bu da eləyəcək 300. Bizdən deməli nə istəyirdi bəs? Ustanın əvvəlcə böldüyü hər bir hissənin uzunluğu nə qədərdir? Hissənin uzunluğunu y ilə götürmüşdük. Y-in də qiyməti oldu 300 sm. Deməli, əvvəlcə 300 sm olmaqla 8 ədəd hissəyə bölünür. Cavab olacaq 300. 30. 20 nəfərdən ibarət turist qrupunda qadınların yaşlarının ədədi ortası 24-ə, kişilərin yaşlarının ədədi ortası isə 29-a bərabərdir. Bütün turistlərin yaşlarının ədədi ortası 26 olarsa, qrupda neçə nəfər qadın var? Aha. Deməli, gəlin belə eləyək. Qrupda x ədəd, x nəfər qadın olarsa, bunu götürək, x nəfər qadın var, y nəfərdə kişi var. Aha. Ümumi 20 nəfərdirsə, x ilə y-in cəmi 20-dir. İndi gəlin ədədi ortaya yazaq. 3 dənə ifadə yaza bilərəm ədədi ortaya hər biri üçün. Qadınların ədədi ortası, qadınların sayları, yaşlarının cəmini A ilə götürürəm. A bölünsün x bərabərdir 24-ə. Kişilərin yaşlarının cəmini B ilə götürürəm. B bölünsün y bərabərdir 29-a. Ümumi ədədi orta isə bu zaman
yaşların ümumi cəmi A ilə B-nin cəmi bölünsün. Bəs X ilə Y-in cəminə bölməliyəm. Bax, 20-yə bölməliyəm. Ədəd ortanı tapanda bərabərdir 20 neçəyə 6-ya. Aha. Deməli, necə yazarıq? Gəlin baxaq. A bərabərdir 24x, B bərabərdir 29y. Gətirib bunu bu ifadədə yerinə yazacağam. A-nın əvəzinə yazıram 24x, B-nin əvəzinə yazıram 29y bərabərdir 20 vurulsun 26, yəni 420-yə, 520-yə. X ilə Y-in də cəmi bərabər idi 20-yə. X ilə Y-in cəmi. Sistem tənliyi aldım. Yuxarıdakı tənlikdən deməli necə yazarıq? Aşağını vuraram 24-ə. Daha sonra yuxarıdakı tənlikdən aşağıdakı tənliyi çıxarım. 24x-dan 24x çıxsam getdi. 29y-dən 24y çıxsa 5y bərabərdir. 520-dən də çıxmalıyam. 24 vurulsun 20-nə. Yəni 480. Belə yazmalıyız. 5y bərabər olur 40-a. Y-in də qiyməti 8. X-in qiyməti neçə olur? Deməli 12 olur. Çünki X ilə Y-in cəmi 20 idi. Qrupda neçə nəfər qadın var? Qadınların sayını X ilə götürmüşdük. X-in qiymətini neçə tapdıq? 12 tapdıq. Deməli, qrupda 12 nəfər qadın, 8 nəfər isə kişi var imiş. Doğru cavab olacaq 12. Deməli, 31-də nə deyir? Cədvəldə bir ailənin bir aydakı büdcəsi və xərcləri haqqında məlumat verilmişdir. Ananın maaşı yıl xərclərinin 3 mislindən 295 manat çox, evin ümumi büdcəsi xərclərdən 270 manat çox olarsa ananın maaşını tap. İlk öncə dediyi tənliyi yazacağım. Ananın maaşı X ilə verib, X bərabərdir. Yol xərclərinin 3 mislindən 295 manat çoxdur. Yol xərcləri Y-dir. 3 mislindən 3y üstə gəlinsin 295. Sonra nədir? Evin ümumi büdcəsi. Evin ümumi büdcəsi ata ilə ananın maaşıdır. 2200 üstə gəlsin 2 bərabərdir deyir nəyə? Büdcəsi xərclərdən 270 manat çoxdur. Gəlin xərclərə baxaq. Xərclər isə 85, Y, 1000, 1267, 523-dür. Hər birini cəmləsək, deməli, gəlin cəmləyək. 85, üstə gəlinsin 1000, 1267 və 523. Bu da eləyəcək, deməli, 2875 üstə gəlinsin. Bir də Y. Aldığım bu ifadədə gətirib X-in əvəzinə 3y plus 295 yazaram. 2200 üstə gəlsin. X-in əvəzinə yazıram. 3y plus 295 bərabərdir. 2875 üstə gəlsin Y. Aha. Y-i sola keçirsəm, bərabərliyi sol tərəfinə keçirsək, 2y bərabərdir. 2200 ilə də 295-i cəmləyirəm. Bu da eləyəcək 2495. Üstə gəlsin 2875. 2y bərabər olur. 2875-dən 2495 çıxsa, neçə eləyəcək? 380 eləyir, səhv eləmirəmsə. 2875 çıxılsın. 2495. 380, bəli.
Y-in də qiymətini tapsaq 190 eləyəcək. Bizdən bəs nə istəyir? Bizdən ananın maaşını istəyir, yəni x-i istəyir. X bərabərdir 3 vurulsun. Y-in əvəzinə 190 yazıram, üstə gəlsin 295. 3-ü 190-a vurduqda 570, üstə gəlsin 295. Toplayanda da deməli 865 manat olacaq ananın maaşı. Cavab da olacaq 865. 32-yə baxaq. Də nədir? Məktəbin zalında skamyalar quraşdırılıb. Əgər hər skamyada 4 şagird otursa, bütün şagirdlərin otura bilməsi üçün 6 skamya çatmayacaq. Amma hər skamyada 5 şagird otursa, 4 skamya boş qalacaq. Zalda neçə skamya quraşdırılıb? Aha. Deməli. Əgər hər skamyada 4 şagird otursa, ümumilikdə x dənə məsələn skamya var. Skamyanın sayını götürək x dənə. Gəl şagird sayını skamya sayı ilə tapaq. Hər skamyada 4 şagird otursa, bütün şagirdlərin otura bilməsi üçün 6 skamya çatmayacaq. Yəni 6 dənə skamya lazım olacaq. Bu zaman indi x dənə skamya var, hər birində 4 şagird oturub, 4x nəfər əyləşib. 6 dənə skamya bizə lazımdır. 4 vurulsun 6. Şagird sayını tapanda. Amma hər skamyada 5 şagird otursa, 5 vurulsun, skamyanın sayı deyir ki, 4 dənə skamya boş qalacaq. 5 vurulsun x minus 4 şagird sayı üçün 2 dənə ifadə yazdım. Şagird sayı indi bu bir-birinə bərabər olmalıdır bu ifadələr. Şagird sayı eyni daxil. 5x minus 20. İndi x-ları sağ tərəfə yazsaq. 24 üstə gəlsin. 20 bərabərdir 5x minus 4x-a. X-in də qiyməti 44-dür. Deməli 44 ədəd skamya var imiş. Zalda neçə skamya quraşdırılıb? Deməli 44 ədəd. 33. 150 turistin daşınması nəzərdə tutulmuşdur. Bunun üçün hər birində eyni sayda yer olan bir neçə avtobus ayrıldı. Avtobusların ümumi tutumu 150 yer idi. 18 turist çox gəldiyi üçün bir ədəd eyni tutumlu avtobus əlavə edildi və hər avtobusa əvvəl nəzərdə tutulduğundan 2 turist azmıydı. Turistlərin daşınması üçün əvvəl neçə avtobus nəzərdə tutulmuşdur? Deməli, əvvəlcə x ədəd avtobus nəzərdə tutulub, hər birində də y nəfər əyləşib. Və ümumi də x-la y-in hasili 150 imiş. Yəni, ümumi 150 nəfər əyləşə bilərmiş. X dənə avtobus var, hər birində də y sayda yer var. İkinci halda isə 18 turist çox gəlib. Avtobusların deməli, avtobusun sayını bir vahid artırıblar. Əvvəl x ədəd avtobus var idi, artıq indi x üstə gəlsin bir ədəd avtobus var və hər bir avtobusda 2 turist az minib. Əvvəl y nəfər minirdisə, artıq y çıxılsın 2 nəfər minib. Ümumi tutumda nəyə bərabərdir? 150 nəfər var idi, 18 nəfər gəldi. 150 üstə gəlsin 18. Vurub açaq. X, y üstə gəlsin. Y minus 2x minus 2 bərabərdir 168. X, y hasili 150-dir. Buradan da y minus 2x bərabər olur. Deməli, 18 üstə gəlsin 2, yəni 20. Yerinə 20 qoysaq, 170 çıxılsın 268. Y də bərabərdir 2x üstə gəlsin 20. Y üçün bu ifadəni gətirib, hasilində yerinə yazaram. Bu da olacaq, deməli, 2x üstə gəlsin 20, vurulsun x bərabərdir nəyə? 150.
Kvadratik tənliyi əldə edirik. 2x kvadratı plus 20x bərabərdir 150. X kvadratı plus 10x minus 75 bərabərdir 0. 150-ni sol tərəfə keçirtdim və bərabərlikdəki hər bir həddi 2-yə böldüm. Cəmi mənfi 10, hasili isə deməli mənfi 75. Bu da hansı ədədlər olar? Deməli 5 vurulsun 15. 5 ilə 15 ola bilər və hansı mənfidir? 15 mənfidir. Aydındır ki, mənfini götürmürük. Çünki nə turist sayı, nə də yer sayı mənfi ola bilməz. Avtobus sayı da mənfi ola bilməz. Deməli, x-in qiyməti 5-dir. X 5 olarsa, bəs y-in qiyməti neçədir? 2x üstə gəlsin 20, 2 vurulsun 5, üstə gəlsin 20, bu da eləyir 30. Deməli, x sayda avtobus var imiş, yəni 5 dənə avtobus və hər avtobusda da 30 nəfər var imiş. Turistlərin daşınması üçün əvvəl neçə avtobus nəzərdə tutulmuşdu? Əvvəlcə x ədəd, yəni 5 ədəd avtobus nəzərdə tutulub. 34-cü tapşırıq. Sinifdəki qızların kütlələrinin ədədi ortası 42, oğlanların kütlələrinin ədədi ortası 49 və sinifdəki bütün şagirdlərin kütlələrinin ədədi ortası isə 46-dır. Sinifdəki bütün şagirdlərin sayı 21 olarsa, qızların sayını tap. Bu da əvvəlki məsələlərə bənzəyir. Yaş məsələsi var idi yuxarıda, onunla eynidir demək olar ki. X ədəd, x nəfər qız, y nəfər isə oğlan var. Ümumi isə 21 nəfər şagird var. Yəni, x ilə y-in cəmi 21-ə bərabərdir. Yəni, kütlələrinin ədəd ortasını tapaq. Qızların kütlələrinin cəmini ailə götürürəm. Kütlələrin cəmini sayına, yəni x-a bölsək ədəd ortası, yəni 42 alınacaq. Oğlanlarınki isə kütlələri cəmi b olarsa, b bölünsün y bərabərdir 49. A-nı tapsaq 42x, B-ni tapsaq 49y və ümumi kütlələrin ədəd ortası isə A plus B bölünsün x plus y bərabərdir 49. A-nın əvəzinə gətirib 42x yazıram, B-nin əvəzinə yazıram 49y bölünsün x ilə y-in cəmi nədir? 21. Bərabərdir nəyə? 49-a. Buradan da deməli 42x üstə gəlsin 49, y bərabər olur 21 vurulsun 49-a. Və x ilə y-in cəmi də nəyə bərabərdir? 21-ə bərabərdir. Belə bir sistem tənliyi aldıq. Yuxarıda deməli hər tərəfi 7-yə bölərəm. 6x üstə gəlsin 7y bərabərdir. Hər tərəfin 7-yə bölmüşdük də, düzdürmü? 21 vurulsun 7, bu da eləyəcək 147. Y-in cəmi bərabərdir 21. Aşağını 6-ya vuraram, sonra tərəf-tərəfə bir-birindən çıxaram. 6x-dan 6x-i çıxıram, gedir. 7y-dan 6y-i çıxıram, y. 147 çıxılsın, 6 vurulsun 21. 147 çıxılsın, 6-nı da 21-ə vuranda 126. Bir-birindən çıxanda 21. Y-in qiyməti 21-dir. X-in qiyməti isə olacaq, deməli, yox, 21 eləməməlidir. Nəysə səhv elədim bir dəqiqə. Yuxarıda nəsə səhv getdi. Bir dənə baxaq. A-nın əvəzinə 42x yazıram. B-nin əvəzinə 49y yazıram. İndi 21-i 7-yə vuranda 147. Hər tərəfi 7-yə bölmüşdüm. Burada bir sıxıntı yoxdur. X-in qiyməti buradan çıxır 0. Ola bilməz axı. Qızların isə bizdən sayını istəyir, yəni x istəyir.
Aa, 46 verib bunu. Dəqiqə, dəqiqə. Yəni 46 vurulsun 21-dir. 7-yə böldükdə 21-i 7-yə bölürəm. 3 vurulsun 46. Bir dəqiqə. 147-nin indi əvəzinə yazacağam. 3 vurulsun. Burası 3 vurulsun 46. 3-ü də 46-ya vuranda 138. 138-dən də çıxmalıyam 126-nı. Bu da eləyəcək 12. Y-in qiyməti 12-dir. X-in qiymətini tapsaq, 21-dən çıxarıq X-i. Bu da 21-dən 12 çıxanda 9. Qızların sayı 9-dur. Oğlanların sayı isə 12. Doğru cavab olacaq 9. Bu formada.